Cinayətə meyilli gənc hara, kitab hara? Dedektiv əsər oxuyan gənclər necə cinayətə meyllənə bilər? Yazıcı Kəramət Böyükçöl dedektiv əsərlərin gənclərə pis örnək olduğunu iddia edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun fikirlərini Today Press TV-yə şərh edərkən bildirib. Yazıçının sözlərinə görə gəncləri cinayətə sürükləyən səbəb dedektiv kitablar deyil, tamamilə fərqli sosial və psixoloji amillərdir. Sitat. Gənclər kitab oxuyurlar ki, dedektiv yazılan əsərlərə görə də cinayətə meyllənsinlər. Sərdar Cəlaloğlu özündə hər şey haqqında fikir bildirməyə ehtiyac hiss edə bilər. Düz fikir də bildirə bilər. Amma nə qədər cinayət törədən gənclər var. Gedib onlardan soruşsaq ki, bunu dedektiv əsər oxuyub etmisiniz? Görəcəyik ki, onlar nəinki dedektiv əsər, heç bir kitab belə oxumayıblar. Bu heç ciddi söhbət deyil. Statın sonu. Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun bir neçə gün öncə Today Press TV-də yayımlanan əks təsir müsahibə layihəsində son zamanlar məktəbli və yeniyetmələr arasında cinayət hallarının artmasına səbəb kimi dedektiv janrında yazılan əsərləri göstərib. Çingiz Abdullayev fəxr edir ki, kitabları 100 milyonlarla nüsxə satılır. O, bir dənə də milli mənəvi dəyərlərlə bağlı kitab yazmayıb. Yazdığı ancaq cinayətkarlıqla bağlıdır. Sonra da deyirlər ki, cəmiyyət niyə zorakılığa meyllənir? Ona görə də zorakılıqla bağlı bütün əsərlər qadağan olunmalıdır, deyə o vurğulayıb. Türkan İskəndərli, Namiq Abbasov, Today Press TV.